Baxır hansı işə də. Məsələn, elə bir iş var ki, o sırf qadın görməlidir. Yəni kişi tək yaşamalıdırsa, hə bu başqa məsələ. Tək yaşayarsa, o özü tək görər o işlərin hamısını. Ancaq qaldı ki, qadın varsa da kişi nəyə görməlidir o işləri? Kişilərin belə deyərəm ki, borcudur ki, öz həyat yoldaşlarına kömək etsinlər. Çünki qadının bir işi yoxdur, min işi var. Ailə elə o deməkdir ki, yəni ər arvada, arvad da ərə kömək etməlidir ev işlərində. Əgər qadın maddi olaraq yoldaşına kömək edirsə, nə xoş ona. Bəli, əlbəttə ki, etməlidirlər. Bəziləri düşünür ki, ev işləri yalnız qadınların vəzifəsidir. Siz bu fikirlə razısınız? Hayır, mən lazım olsa kömək verəm yemək pişirməyə falan. Mən özüm şefəm. Benim eşim tam aksine kesinlikle yardım ediyor. Özellikle nasıl söyleyeyim, ben de çalıştığım için bence herkes yardım etmesi lazım eşine. Öyle anlaşıyoruz. Ben çalışırken kendisi evde olduğumu bütün işleri kendisi yapıyor. Ben istediğim için eşimin yorulmasın diye yapıyorum. Aynen. Ütü yapıyorum, yemek yapıyorum. Tabii ki. Hayat müşterek çünkü. Her zaman iyi günde kötü günde söz veriyoruz evlenirken. Etməlidirlər də məncə. Çünki bərabərdir də hüquqlar əsas odur ki, hər iki tərəfin borcudur. Amma qazanc cəhətdən də hər iki tərəf qazanmalıdır. Şəxsən rəhmətə gedib yoldaşım. Əvvəllər mənə çox kömək olub. Hər şeyim, elə olub xəstə olmuşam, xörəyimi də bişirib. Hər cürə kömək eləyir. Hamı etməlidir kömək. Çalışdığı qədər dəstək olmalıdırlar, yəni başa düşürük, işləyirlər, evə gəlirlər, yorğun olurlar. Ancaq qadınlar çöldə işləməsə də evdə onlardan daha çox yorulurlar. Həm zehni yorulurlar, həm fiziki yorulurlar, həm uşaqlarla məşğul olurlar. Məncə çalışdıqları qədər kömək eləməlidirlər. Hər işi evdə bölüşmək, həm qadına kömək edə, həm də kişiyə. Bu dövrdə qadın da işləyir, kişi də ona görə məncə eləməlidir. Yəni türklərin sözü var, həyat müştərəkdir. Yəni ikisi də eyni məsuliyyəti üzərlərinə götürsələr, məncə daha rahat olar hər iki tərəf üçün də. Qatılıram.